Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed. Amin. Ve ala alihil etyebinel etharinel muntecebin siyyema bediyetillahi fil eradin. Allahümme inne ahmeduke ve esta'inuk ve estağfiruke ve etevekkalu aleyk. Vesselamu ala eimmetil muslimin ve humatil mustada'afin ve hudatil mu'minin. Usikum ve nefsi bitegvallah. Özümü və dəyərli cümə iştirakçılarını, əziz möminləri ilahi təqvaya riayət etməyə dəvət edirəm. Təqvalılar o şəxslərdir ki, əleyhissalam onların barəsində, onları vəsf eləyəndə onların bir xüsusiyyətini də belə vurğulayır. Bismillahirrahmanirrahim. Qayibən munkaruhu, hazirən ma'rufu, muqbilən xayruhu, mudbirən şərruhu. Təqvalılar o şəxslərdir ki, pis iş onlardan görsənmir. Yəni, pis işə mürtəkib olmurlar. Cəmaat onların pis işlərini görmür. Münkər, dinin, ağlın, şəriətin bəyənmədiyi o çirkin işlər onlarda yoxdur. Bir mənası budur ki, ümumiyyətcə onlarda yoxdur. Bir mənası bu ola bilər ki, ən azından aşkar deyil. Aşkarda pis işlərə mürtəkib olmurlar. Bunun müqabilində bəyənilən işləri aşkardır. Cəmaat onların xeyir işlərini yalnız görür. Muqbilən xeyru, yaxşılıq onlara tərəf üz tutub. Məqsəd bundan ibarətdir ki, həmişə yaxşı işlər görmək ardıncadılar və pis işdən də üz çevirirlər. Pis işdən fasilə alırlar və uzaqlaşırlar pis işlərdən. Allah inşallah bizləri də təqvalılardan qərar versin. Bugün Şaban ayının 24-cü günüdür. Artıq bu ayın sonlarıdır və mübarək Ramazan ayı gəlir, Allah ayı gəlir və onun üçün qərar aldım ki, bu bir neçə müddət ərzində, Şaban ayının son günlərində, eləcə də Ramazan ayında əziz İslam Peyğəmbərinin bu günlərdə irad etdiyi bir xütbəyə işarə edeyim. Şəbaniyyə xütbəsi. Əziz İslam Peyğəmbəri Ramazan ayının gəlişi üçün bir xütbə deyib Şaban ayının son günlərində. Və bu xütbəni İmam Rıza əleyhissalam nəql eləyir. Atasından, babasından ta İmam Əli əleyhissalama çatır bu silsilə ki, Əli əleyhissalam buyurur ki, İnnə Rəsuləllah xətəbənə zətə yevmin fəqal. Əli əleyhissalam buyurur ki, günlərin birində, elə bu günlər ərəfəsində təqribən Şaban ayının son cümə günündə əziz İslam Peyğəmbəri bizə xütbə edərək belə buyurdu. Bismillahirrahmanirrahim. Əyyuhən nas, İnnəhu qad əqbələ iləykum şəhrullah bil bərəkəti və rəhməti vəl məğfirə. Xütbə biraz uzundur. Hər cümə xütbəsində inşallah bir hissələrinə ki, hər bir hissəsi dəyərlidir, bəzi hissələrinə işarə eləyəcək. Xütbə belə başlayır. Ey insanlar, Allahın ayı, yəni Ramazan ayı, bərəkət, rəhmət və bağışlanma, məğfirəti ilə birgə sizə doğru gəlmişdir. Hər bir fəqərənin barəsində adam gərək düşünən bəzi önəmli mətləblərə işarə eləyəcəm. Baxın, Peyğəmbər Əkrəmin çağırışı ümumbəşəri çağırışdır. Ey insanlar, bütün insanlara xitab edir. O, İslam dininin hökmləri bütün insanlar üçündür, bütün insanların xilası üçündür. Əziz İslam Peyğəmbəri də bütün bəşəriyyət üçün gələn son Peyğəmbərdir.
onun gətirdiyi hökmlər Allahın son hökmləridir. Qiyamətə kimi insanların əlindən tutacaq, onlara nicat verəcək, onları səadətə çatdıracaq hökmlərdir. Necə ki, Quran-ı Kərimdə xitabların çoxu insanlara müraciətdir. Əgər möminlərə müraciət varsa, onlar daha çox Allaha qulaq asanlardır, iman əhli o yüzdəndir. Yoxsa Quran-ı Kərim və İslam dini bütün insanlar üçündür, bütün bəşəriyyət üçündür. Ona görə Həzrət buyurur, ey insanlar, İnnehu qad əqbələ iləykum şəhrullah. Sizə Allah ayı gəlir. Sizə tərəf Allah ayı gəlir. Maraqlıdır ki, Allahın ayı bizə tərəf qonaq gəlir və bu ay ərzində də biz Allahın qonaqlarıyıq. Ramazan ayı bizə tərəf üz gətirir və məsumlarımız xüsusi yanaşıblar bu aya. Qısa olaraq işarə eləyəcəm səbəbini. Gəlişinə dua nəql olunubdur onlardan. Gələn qarşılayıblar. Çıxan zaman qəmgin olublar, vidalaşıblar. Bir səmimi bir qonaqları, dostları kimi baxıblar. Seviniblər, seviblər bu ayı. Səbəbi isə budur, Allah ayıdır. Digər aylar da Allah aylarıdır. Niyə Allah bu ayı xüsusilə Allah ayı adlandırır? Çünki bu ayda Allahın lütfü, mərhəməti, inayəti başqa aylarla müqayisə olması deyil. Sıfıra bərabərdir, belə deyim. O birisi aylarla müqayisədə Allahın bu ayda olan rəhməti, bərəkəti, məğfirəti. Ona görə bu ay Allah ayı adlanılır, Şəhrullah. Və bu ay bizə tərəf üz gətirir. Əziz İslam Peyğəmbəri buyurur ki, sizə tərəf gəlir. Bu gəlişi qarşılamaq lazımdır. Bu gəlişə hazırlaşmaq lazımdır. Birinci xütbənin sonunda hazırlaşmaq barədə İmam Rza əleyhissalamdan bir hədis vurğulayacağım. Bu xütbənin bu hissəsində bilməliyik ki, Həzrət xüsusi vurğulayır ki, sizə tərəf başqa ayların gəlişində yoxdur. Həzrət Ramazan ayı üçün xüsusi vurğulayır ki, hazırlaşın, yəni bu ay sizə tərəf gəlir. Nə ilə gəlir? Bərəkətlə. Bu ayda hər bir iş bərəkətlidir, hər bir iş mübarəkdir. Yaxşı işlərdən söhbət gedir əlbəttə. Bütün yaxşı işlərin neçə bərabər təsiri var, neçə bərabər savabı var. Belə bərəkətlə dolu bir aydır. Rəhmətlə dolu aydır. Allahın rəhməti, ümumi rəhməti həmişə bəndələrinin üzərindədir. Amma bu ayda xüsusi Allahın rəhməti, mərhəməti görsənir və məğfirətlə, bağışlamaqla. Şəhrun huvə indallahi əfzəluş şuhur. Elə bir aydır ki, o digər ayların yanında ən üstün aydır. Allah yanında ən üstün aydır. Əyyəmuhu əfzəlul əyyam. Onun günləri ən üstün günlərdir. Və leyalihi əfzəlul leyali. Gecələri ən üstün gecələrdir. Və saətuhu əfzəlus saat. Onun hər bir anı, hər bir saatı ən üstün saatlardır. Baxın, zehnimiz yaxınlaşması üçün, bu sözləri daha yaxşı başa düşməyimiz üçün bir misal vurun və inşallah hamımızın Ramazan ayı boyunca elə yadımızda olsun. Təsəvvür eləyin, bir otaqdır, cəvahirətlə dolu, qırqızılla, pulla dolu bir otaqdır. Salıblar biz ora, deyirlər ki, sənin 10 dəqiqə vaxtın var. 10 dəqiqə ərzində nə oradan götürə bildin, götürdün. Baxın, Ramazan ayı belədir. Belə bir fürsətdir. Bir ayın ərzində kim nə götürdü, götürdü. Xüsusilə mənəvi baxımdan. Ona görə Həzrət xüsusi vurğulayır, saatlarını vurğulayır, anlarını vurğulayır ki, ən dəyərli anlardır, ən dəyərli vaxtlardır. Gecəsindən, gündüzündən bacardığınız qədər gərək istifadə eləyək. Və huvə şəhrun duaytum fihi ilə ziyafətillah və cuiltum fihi min əhli kəramətillah.
Bu elə bir aydır ki, burada Allahın qonaqlığına dəvət olunmusunuz. Allah hər birinizi dəvət eləyib öz qonaqlığına, ilahi ziyafətə. Hətta bu qonaqlıq mənəvi qonaqlıqdır. Digər qonaqlıqlardan fərq edir. Allah Teala burada bizi ac saxlayır. Burada mənəvi ancaq qonaqlıqdır və bu bizim il boyu ərzində daha yaxşı yaşayışa malik olmaq üçün Allahın inayətidir. Baxın, bu qonaqlığın bir mənası budur ki, mehriban Allah Təbarək və Teala bu bərəkətli ayda Quran-ı Kərim nazil edir. Elə bir kitab ki, insanın elə bir kitab yollayıb bu ayda, bu mənəvi ziyafətdə. Qiyamətə kimi insanın bütün problemlərinin həlli, səadətinin, nicatının həlli həmin bu kitabdadır. Amma belə bir ziyafətdir. Bu ayda 1000 aydan üstün bir gecə var. Qədir gecəsi var. İnsanın taleyi, müqəddəratı həll olan bir gecə var. Belə bir ziyafətə dəvət olunmuşuq. Baxın, Allah Taala'nın öz bəndələrinə verdiyi dəyərdir. Biz hər hansı bir məclisimiz olanda bir xüsusi adamları ehtiram elədiyimiz, hörmət elədiyimiz adamlara dəvətnamə veririk. Allah Teala dəvət eləyib, dəvətnamə verib və bizi əziz sanıb. Bu ay Allahın əziz bəndələrindən hesab olunursunuz, əziz qonaqlarından hesab olunursunuz. Ona görə bu dəvəti layiqincə qəbul eləmək lazımdır. Adam elə bunu fikirləşər ki, aləmlərin Rəbbi olan məni dəvət edir. Bu dəvətə hazırlaşmaq lazımdır sözün əvvəlində dediyim kimi. Hazırlaşmağı bütün məsələlərdə olduğu kimi ilk öncə elə bu xutbənin özündə də vurğulanır. İlk öncə insan istiğfar və tövbə ətirindən özünü ətirləndirməlidir bu aya hazırlaşmaq üçün. Tövbə barədə danışılıb, eşitmişsiniz, bilirsiniz. Adam doğrudan gərək istiğfar eləyə. Bu ayda Allaha tərəf dönə, günahlarını, xətalarını yadına sala, onlardan üz çevirə, Allaha tərəf qayıda. Son Şaban ayının 3 gününün oruç tutulması çox təkid olunub. İnsan bu son 3 günü oruç tuta və birləşdirə bunu Ramazan ayına. Bəzi hədislərə əsasən son 3 günü Şaban ayının oruç tutmaq 2 ay Rəcəb və Şaban ayını oruç tutmaq qədər savabı var, onlara bərabər. Başqa bir hazırlaşmaq yolu budur. Və sözümü İmam Rıza əleyhissalamın tövsiyələrinlə və İmam Rıza əleyhissalamdan nəql olan bir hədislə yekunlaşdırıram. Əbasəlt Hərəvi deyir ki, cümə günü, Şaban ayının son cümə günü İmam Rıza əleyhissalamın xidmətinə yetişdim və Həzrət mənə belə buyurdu. Ey Əbasəlt, Şaban ayının çoxu keçib, bugün bu həmin ayın son cümə günüdür. Və bu ayın qalan günlərində o keçmiş nöqsanlarını, xətalarını, səhlənkarlıqlarını çalış bərpa eləyəsən. Və o şeylər ki, sənə daha faydalıdır, ona üz gətirəsən, onlarla məşğul olasan. Və sonra Həzrət bir neçə tövsiyə eləyir elə hamımız üçün. Bu tövsiyələr önəmlidir. Diqqətlə qulaq asaq və çalışaq bu bir neçə qalan gündə bunlara bacardığımız qədər daha yaxşı əməl eləyib və daha hazırlıqlı olaq Allah ayına. Çoxlu dua elə və çoxlu istiğfar et. Çoxlu Quran tilavət elə. Bu son günlərdə bacardığın qədər çoxlu Quran tilavətinlə məşğul ol. Günahlarından tövbə elə.
Ramazan ayı daxil olanda Allahı xalis və pak qarşılayasan Ramazan ayını. Boynunda olan hər hansı bir borc varsa, boynunda olan hər hansı bir əmanət varsa, onları çalış borc sahibinə, əmanət sahibinə qaytar, boynunda qalmasın. Qəlbində kiminsə kini varsa, küdurəti varsa, çalış bu ay daxil olmamış o kini, küdurəti qəlbindən çıxardasan. Heç kimə qarşı kinin olmasın. Kinsiz, küdurətsiz bu aya daxil ol. Qəlbində kiminsə kininlə daxil olma bu aya. İmam Əleyhisselamın tövsiyəsidir. Çalış o günahlar ki mürtəkib olsan, günahları ki yerinə yetirsən, onları tərk elə. Allahdan gizlində və aşkarda qorx və Allaha təvəkkül elə. Kim Allaha təvəkkül eləsə, Allah ona kifayət eləyər. Və sonda Həzrət bu duanı çox oxumağı tövsiyə eləyir. Allahümmə illəm təkun qad ғəfərtə lənə fīmə məzə min şə'ban fəğfir lənə fīmə bəqiyə min. İlahi, Şaban ayının keçən günlərində məni bağışlamamısansa, qalan günlərində məni bağışla. Bu duanı indi kim bacarır ərəb dilində, bacarmayan öz dilində bu məzmunu çox təkrar eləsin və doğrudan istiğfarın şərtlərinə uyğun da çalışsın, rəftarlarını tənzim eləsin. Allah Teala inşallah hər birimizi Ramazan ayına qovuştursun. Bu aydan layiqincə istifadə eləyənlərdən qərar versin bizdən. Allah Teala hər birimizə xalis və özü bəyəndiyi tövbə və qayıdış nəsib eləsin. Allah Teala İmam Zaman salamun aleyhin zuhurunu təcil eləsin. Biz o Həzrətin gəlişinə hazırlaşanlardan, Məhdəvi cəmiyyətinin qurulmasını fikirləşənlərdən və onun üçün hər hansı bir işlər görənlərdən qərar versin. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Və ma ədrake ma leyletul qadr. Leyletul qadr xayrun min əlfi şəhr. Tənəzzəlul mələikətü və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Selamun hiyə həttə mətlə'il fəcr. Sadaqallahul aliyyul azim.